Əgər bir gün dünyada mövzu Allah olsa, insanlar deyəcək ki, Allahı tapmaq istəyirik. İndi başa düşdük. Allaha çatmaq istəyirik. Qarşılarında Əhl-Beyti görməlidirlər. Qarşılarında imaməti görməlidir. Çünki Allahın həqiqi nümayəndələri bunlardır. Şərait düşmədi deyə dinin açılmamış qapılarının bəziləri ilə bağlıda qaldı. Bəzi hədislərdə var ki, imamın sir səhabələri var idi. İmam bəzi həqiqətləri onlara deyirdi və deyirdi ki, Allahın lənəti gələr sizə əgər bu sirləri açsaz. İmam Zaman əleyhissalam gələndə həmin o açılmamış tərəfləri açılacaq. Necə əvvəl məsəl üçün Tövrat gəlir, ondan sonra İncil gəlir, ondan sonra daha üstün İslam gəlir. İslamın özünün də açılan tərəfləri var və ilahi höccət öz zamanında onların hamısını açacaq və bəzi o lazımsız məsələlər ki, qalıb və ya da səhv anlaşılıb, onların hamısı aradan gedəcək. Ona görə də deyəcəklər ki, bu yeni dindir. Bu yeni din gətirir. Halbuki İslam dinidir. Salam Üstad, xoş gəlmisiniz. Salam, xoş gördük. Keçən dəfə çox maraqlı görüşümüz oldu. Bizim düşündüyümüz mövzulardan daha dərinə getdik. Quranda məhdəviyyat idi mövzu, amma biz Quranın batinini öyrəndik sizin sayənizdə və xüsusən də Quranın üslubu ilə tanış olduq. Hətta biz dərsdən sonra da tələbələrlə müzakirə edəndə bu ayələrə necə fərqli baxış sərgilənir. Təhvil məsələsi məsəl üçün biz üçün çox yeni bir məsələ idi. Məncə də bunlar zəruri məsələlərdir, bunları bilmək. Hətta podkastda yazılan rəylərdən birində də biz gördük. Bir nəfər rəy bildirmişdi ki, bu Hud surəsinin ayəsidir. Necə buna şamil olur? Həqiqətən əgər biz o məsələləri, o keçidləri, yəni Qurana aid bu elmləri bilməsək, bu doğrudan da çaşdırıcı nöqtə ola bilər bizim üçün. Bəli, bilirsiniz necə? Onlar ayənin zahirinə baxırlar və məlumdur ki, o şiə etiqadında da olmayan adamdır. Çünki o dedi axı ki, təvil var. Təfsirinə baxanda onlar tənzil, nazil olmasına baxır, təfsirdə onu izah eləyir. O ayələrə baxanda, ayənin təfsirinə baxanda görür ki, Süleyman peyğəmbərə aiddir. Bu tərəfdən gəlib bizim onu İmam Zaman barəsində deməyimiz onu qəribə gəlir. Bəs elə Əhl-Beyt bunun üçündür də. Peyğəmbər buyurdu ki, Əhl-Beytdən mən sizə 2 ağır əmanət qoyuram, onlardan qabağa da keçməyin, geriyə də qalmayın. Və keçən dəfəki ayə də çox möhtəşəm ayə idi. Orada da dedik ki, bunlar təvilləndir. Quranın təvili var, amma dedi hər adam eləməsin. Ayə çox gözəl idi də, çox möhtəşəm idi. Dedi ki, Quranın təvili var, amma hər adam yox. Çünki bəzi adamlar ondan sui-istifadə edəcəklər. Bunun da təvilini ancaq Allah və elmdə möhkəm olanlar, həmin o rasixun kəlməsi gətirir orada, onlar bilirlər. Onlar da bilirlər deyə bu ayələrin məhz ona aid olması. Yəni Peyğəmbər elə belə demirdi ki, Əhl-Beyt. Əhl-Beyt bu Əhl-Beytin ümumiyyətlə elmi barəsində həddindən artıq söz var Quranda. İndi bu imamət dərsi deyil deyə hər şey demirik, amma o sual irad kimi deyir ki, hardan deyirsiniz? İmamlardan deyirik bunlar. Bəs təvil budur. Təvil var, ayələrin zahiri və batini mənaları var və o batini mənalarını da bizə Əhl-Beyt deyə bilir. Bəli, o ayə çox təsir eləyib bizim çoxumuza ilə tələbələrə ki, həm də o ayədə bir neçə məsələ ilə gətirilir ki, sanki adamın fikrinə gəlir bu məsələ ayə tamamlayır ki, bax indi belə, bax indi belə, yəni möhür ayədir sanki. 100%. Bütün iradları həll eləyə bilən ayədir və doğrudan da elə o adamın iradındakı kimi. Yəni necə oldu? Mənim yadımdakı siz sualda da belə başlamışdınız ki, bu ayələr əgər belədirsə, bəs necə şamil olur? Allah Mütəal buyurur ki, təvilləndir. Yəni bir şeyləri təvil. Bilirsiniz, həm də məsələ nədən ibarətdir? Çünki Quran peyğəmbərdən sonra, yəni 1000 il bundan əvvəldə, yəni hicrətin 10-cu ilində. Yaxşı, ondan sonra bu Quran qiyamətə qədər davam etməlidir. Ona görə də elə bir kitab olmalıdır ki, o
təvil oluna bilsin. Bir də ki, sizə bir söz deyim. İndi imamlar bütün ayələrin təvilini bilirlər. Biz Məhdəviyyət ayələrində müəyyən məsələləri deyirik, deyəcəyik. Yaxşı, imamlar bütün ayələrin həm təfsirini bilir, həm təvilini bilir. Keçən dəfə dedim, Əli əleyhissalam bir Quran gətirmişdi. O Quranı qəbul eləmədilər deyə Həzrət apardı. Deyirlər ki, o sonra imamlardan bir keçəcək. İmam zaman gələndə həmən Quran mühüm olacaq. Bu Quranla o Quran fərqi yoxdur. Çünki Quranın içi təhrif olmayıb. Allah deyib ki, qoruyacaq. Amma düzülüşlər, zaten biz bilirik ki, indiki əlimizdə olan Quran da böyükdən kiçiyə doğru düzülüb. Bu insanların istəyinə uyğun düzülüb. Burada problem yoxdur. Amma imam da özünə məxsus bir şəkildə düzüb. Əlbəttə deyilib ki, orada hansı düzülüşdən istifadə edib falan, amma bütün ayələrin həm tənzilini, həm təfsirini, həm təvilini deyib. Bəlkə də başqa məsələlər də deyib orada. O İmam Zaman əleyhissalam gələndə artıq o Quran cəmiyyətdə məşhur olacaq. Çünki orada hər şey yazılıb. Və imamların elə varlığı bunun üçündür. İmamların varlığı bunun üçündür. Çünki belə də olmalıdır. Quran hər şey zahirdən ibarət olsa, onda bu ancaq o dönəmə aid olan kitab olar. Hər şey zahir olsa. Məsələn, iradlardan birində də gördüm, mənə göstərdilər ki, deyir ki, yəni harda yazılıb ki, zahiri var, batini var Quranın. Əlbəttə ki, Quranın özündən də bunu çıxarış eləmək olur, amma hədislər bunu çox yaxşı şəkildə deyir. Hətta deyiblər batini var, batininin də batini var. Nə qədər batini var? Əli əleyhissalamdan buyurur ki, Peyğəmbər mənə Quranın batinini öyrədirdi. Batininin batinini öyrədirdi. Ona görə də Qurana heç vaxt zahiri baxmaq olmaz. Kim Qurana zahiri baxsa, o düzgün baxmır. Və onu da bilənlər ancaq Peyğəmbər və imamlardır. Ayənin də dediyi kimi rasixundur onları bilənlər. Və onlar daha yaxşı bilər və biz də ona görə də Peyğəmbər onları bizə tapşırır ki, iki ağır əmanət qoyun. Biri Qurandır, biri də ki, Əhl-i Beytdir. Əhl-i Beyt nə üçün? Bəziləri elə bilirlər ki, Əhl-i Beyt yəni Peyğəmbər öz belə deyək, qohumlarını, yaxınlarını sığortalı belə yox. Bizə ona görə onu əmanət qoyur ki, bunlar sizə dini yaxşı başa sala biləcək. Bunlar yaxşı başa sala bilərlər. Aydındır. Təkrar bunları dedikcə adam daha çox hiss edir ki, necə zərurətdir. Allaha şükür olsun. Bununla yanaşı ustad, biz keçən dəfə Məhdəviyyatın, yəni Quranda Məhdəviyyat necə təqdim olunub, buna toxunduq və yadıma gəlir ki, siz 3 istiqamət təqdim elədiniz bizə və hətta digər səmavi kitablarla müqayisə edib dediniz ki, biz Quranda bir xilaskar fiquruna aid, sırf o şəxsiyyətin özünə aid ayələr görürük. Sonra dediniz ki, haqq və batil və bu düzənə aid, haqqın batil üzərindəki qələbəsinə aid ayələr var idi və sonra dediniz ki, köməkçilər barədə xüsusi ayələr var. Keçən dəfə biz o ayələrin özünə, yəni belə qərar aldıq ki, bu dəfə bir oxuyaq və izah edək. Mən də elə siz dediniz deyə onları mən bir neçə dənə ayə qeyd eləmişəm, hətta bəzi kitablar var, onlara baxmışam, onlardan birini də gətirmişəm. O ayələrdən istəsəz mən təbərrükən oxuyum ki, bir neçə dənə ayə və onların hansı istiqamətdə olduqlarını da deyərik. Çox qəribə ayələrdir. Əlbəttə biz dedik ki, Quranda var. Amma bir neçə dənəsinə də baxaq və görək alimlər Allahı necə deyir. Əlbəttə Əhl-i Beyt gəlib təvil eləyib, deyiblər. Amma inanın ki, elə ayənin zahirindən də baxanda, valla ağıl sahibləri bunu başa düşə bilərlər. Zaten deyirdim, Şeyx Süleyman Qunduzi təfsir eləyib. Necə təfsir eləyib? O da təvilə baxmır ki. Ayənin zahiri doğrudan da kamil bir hökumətdən danışır. Və Şeyx Süleyman Qunduzi əhl-i sünnət olsa da, bilir ki, əhl-i sünnət də bilir ki, Peyğəmbərdən çoxlu mötəbər hədislər var ki, İmam zaman gələcək və belə bir dövlət olacaq. Bunları bilir. Ona görə də bu ayələr açıq-aşkar İmam zamana aiddir, demək rahat olur onlar üçün. İndi dediyim kimi bəzi ayələri məhz imamlar deyiblər ki, bu belə deyim, imamlar deməsəydi, onun zahirindən çox da tutmaq olmazdı. Əlaqəli görsənir. Məsələn, indi onlara da misal çəkəcəm burada. Amma bəzi ayələr var ki, heç imam deməsəydi də, insan elə bunun zahirindən onu başa düşə bilərdi. Maraqlı. Məsələn, o ayələrdən biri budur. Nur surəsinin 55-ci ayəsi. Onu əvvəldə deyim ki, bizim vaxtımız az olur. Mən bir çox ayələrə toxunmaq istəyirəm deyə. Hər bir ayənin Məhdəviyyətlə bağlı bir xeyli təfsiri var.
Hər kəs istəsə onlara daha yaxın. İndi mən oxuduqca ayələri, Qurandakı ayələrin nömrələrini də deyəcəm ki, oradan baxa bilərlər və onun təfsirinə də baxa bilərlər. Hər kəsə hansı ayə maraqlı gəlsə, mütləq bunu mən çox uzadı eləmək istəyirəm çünki vaxtımız yetəcək. Hətta mən ərəbcəsini də oxumayacağam bu günlər. Çünki maşallah olsun onların ərəbcələri də bir xeylidir. Elə tərcümələrindən oxuyacağam və təfsirlərini də həddindən artıq getsəm, elə bilirəm ki, biri var ki, çox ayə oxuyun, biri var bir ayəni daha çox təfsir eləyim. Ondan sonra deyirəm ki, çox ayəni, daha çox ayəni oxusam daha yaxşı olar. Amma çox istəyirəm ki, tamaşaçılar, izləyicilər istəsələr özləri təfsirlərinə baxa bilərlər. Təfsir kitablarında bunun hər bir kəlmə-kəlmə gətirib izah veriblər. Mən özüm də baxdım təfsirlərdə, ki, əvvəllərdə baxmışıq, çox təqdirə layiqdir. Birinci ayə Nur surəsinin 55-ci ayəsidir. Allah burada geniş təfsilatı ilə məsələyə toxunur. Buyurur ki, Allah sizdən iman gətirib, yaxşı işlər görən kəslərə vədə verib. Vədə Allah vədə verib. Nəyi? Yaxşı işlər gətirib, yaxşı işlər görüb, iman gətirib, yaxşı işlər görənlərə vədə verib ki, onları mütləq özlərindən qabaqda olmuşlar kimi yer üzünə canişin təyin eləyəcək. Məlum olur ki, burada bir dənə nüans var. Bir dənə burada nüans budur ki, Allah vədə verib ki, bu olacaq. İkinci budur ki, iman gətirib yaxşı iş görənlərədir xitabı. Üçüncü budur ki, deyir ki, sizdən əvvəlkiləri xəlifə və canişin, xəlifə və canişin sözü sinonim sözlərdir. Xəlifə və canişin təyin etdiyim kimi yer üzündə sizi də canişin eləyəcəm, xəlifə eləyəcəm və onlar üçün bəyəndiyi dini, yəni İslam dinini hökmən bərqərar edərək möhkəmləndirəcək. Bu da bir məsələ, İslam dinini hökmən bərqərar edəcək və onu möhkəmləndirəcək, özdə yəni həmin o bəyəndiyi İslam dinini və onların hallarını da qorxu və vahimədən sonra artıq əminamanlıq və xatircəmlik ilə əvəz eləyəcək. Niyə? Belə ki, yalnız mənə ibadət etsinlər və heç nəyə mənə şərik qoşmasınlar. Bax, belə bir halda olsunlar. Bax, bu Nur surəsinin 55-ci ayəsidir. Çox maraqlı ayələrdəndir. Mən yenə deyirəm, burada hər kəlmənin özü barəsində bir xeyli təfsir demək olardı. Amma İmam Səccad əleyhissalam bu ayə barəsində bir hədis buyurur və orada biraz təfsirə toxunur. Çox vaxtımız getməsin, çoxlu ayə oxumaq istəyirəm. Əgər bugün vaxtımızda da baxaq, bir çox ayələr toxunmaq istəyirəm ki, izləyicilər tərəfindən elə yəqinə çatdırılsın. Həm də ki, bu ayələr qəlbə bir nuraniyyət bəxş eləyir də, insanın yəqinini daha da artırır. Həm də insan Quranda ümumi şəkildə tanış olmur. Maraqlıdır ki, Allah detalları ilə deyir. İndi mən oxuduqca görəcəyik ki, ayələrin hərəsi həmin o hökumətin bir cəhətindən danışır. Bir dəfə çox qəribədir, vallah. İmam Səccad buyurur ki, Allaha and olsun ki, ayədə vədə verilən kəslər biz əhl-i beytin şiyələridir. Oradakı buyurur ki, sizə Allah vədə verir ki, siz iman gətirib yaxşı işlər görənlərə vədə verir ki, sizi yer üzündə canişin təyin eləyəcək. Allaha and olsun ki, o vədə verilən kəslər biz əhl-i beytin şiyələridir. Allah Taala bizdən olan bir şəxs vasitəsilə onlar üçün elə bir cəmiyyət yaradacaq ki, görürsünüz, İmam ayəni təfsir eləyir. Elə bir cəmiyyət yaradacaq, onlar üçün bax belə bir cəmiyyət yaradacaq. O bu ümmətin Mehdisidir və Allah Rəsulu onun barəsində belə buyurmuşdur. Əgər dünyanın ömrünə bir gün belə qalsa, Allah həmin günü o qədər uzadar ki, mənim itirətimdən olan, yəni mənim əhl-i beytimdən olan, adı mənim adımla eyni olan bir şəxs gələr və hakimiyyəti ələ alar, dünya zülmlə dolduğu kimi onu ədalətlə doldurar. Bu hədisləri indi sonra oxuyacağıq. Yəqin ki, bizim hədis və rəvayətlərlə də bağlı bəhsimiz olacaq. Deyəcək ki, əhli sünnə belə bu hədislərin hamısını qəbul edir. Bu hədis ən mötəbər hədislərdəndir. Elə İmam da həmin hədisə toxunur. Ayəni təfsir eləyəndə İmam, burada Nur 55-də İmam bunun təfsirində belə deyir ki, o bax bizim şiyələrimizə ayətdir və həmən dövləti Allahın vəd verdi. Həmən dövləti Allah mütləq gətirəcək, onlar bizim şiyələrimizdə. Onların başında da Həzrət Məhdi olacaq ki, Peyğəmbərin adı ilə eyni addadır. Və sonra deyəcək bu hədisdəki Peyğəmbər buyurur ki, mütləq gələcək. Onu biz necə ifadə edib? Deyib ki, əgər dünyanın sonuna bir gün qalsa, görsək ki, sabahları
Dünyanın sonudur. Amma bu gəlmədi və o dövlət qurulmadı. Deyir, eybi yoxdur. Nigaran olmayın. O qədər dəqiq vəddir ki, Allah onu o qədər uzadar ki, əslində belə olmayacaq. Bu o demək deyil ki, belə olacaq. Peyğəmbər məsələnin ciddiyyətini anlatmaq üçün deyir ki, Allah o günü o qədər uzadar ki, o gəlsin, qiyam eləsin, o dövləti qursun və cəmaət o dövlətdə yaşaya bilsin. O qədər uzadar, hələ bir gün qurtarmayıb. Bu, yəni məsələnin ciddiyyətini anlatmaq üçün deyilmiş bir məsələdir. Bax, ayələrdən biri belədir. İnan ki, mənim ürəyim çox doludur burada çox sözlər danışmağa. Amma hətta bir siz qoy bunu da deyim. Mən ağlıma nə gəlirdi? Deyirdim ki, bəlkə ayələrlə bağlı podkastımızı Quran ayələri birində əlavə eləyərdik. Amma elə hesab eləyirəm ki, o bəlkə də izləyiciləri çünki onlar İmam Zamanla bağlı digər mövzuların intizarındadırlar. Yəni qabaqda intizar var, qabaqda hökumətin necəliyi var, sonra rəcət var, filan var da. Elə biləm ki, bunları biz hamısına toxunacağıq. Çünki əvvəldə sizlə söhbətimiz olub ki, kamil şəkildə bunları demək. Ona görə də da üçüncü podkast olur da, əgər bir də heyf ki, əlavə eləyə bilmirik. Amma yəni hamıya xoş olsaydı bəlkə də yenə də belə çox danışma. Hər halda biraz danışaq, lazım olarsa yenə də əlavə eləyərik. Başqa bir ayə barəsində buyurur ki, Allah Mütəal Ənbiya surəsinin 105-ci ayəsində buyurur ki, biz zikirdən sonra, yəni Tövratdan sonra da Zəburda da yazmışıq ki, yer üzünə mənim əməli salih qullarım varis olar. Yer üzünə mənim əməli salih qullarım varis olar. Bu ayədə əməli salih qullarım ibadiyyət salihin kimi keçir. Bunun barəsində imam buyurur ki, İmam Baqir əleyhissalam buyurur ki, ibadiyyət salihin kəlməsi İmam Zaman və onun tərəfdarlarıdır. Allah Mütəal buyurur ki, mən Tövratda da demişəm və Tövratdan sonra Zəburda da demişəm. Yəni bu mənim elə bir sözümdür ki, mən bunu bütün kitabların hamısında deyirəm. Nə deyirəm? Deyirəm ki, yer üzünə mənim salih bəndələrim varis olacaq. Mənim salih bəndələrim bir vaxt gələcək ki, bu yer üzünə varis olacaqlar. İbadü salihindən də məqsəd həmin İmam Baqir əleyhissalam buyurur ki, Həzrəti Məhdi əleyhissalam və onların tərəfdarlarıdır. Bir məsələni də deyim. Əlbəttə bu barədə istəsəz yenə də danışarıq. Əvvəlki ayədə bir məsələni gündəmə gətirdi. Dedi ki, Allah sizdən iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq canişin etsin, özlərindən qabaqçıları canişin etdiyi kimi. Bax, burada da sözlər var. İndi bunun barəsində də danışmaq olar. İstəyirəm deyim ki, yəni bu da mənim nəzərimdən qaçmır. Buna aid də söz demək olar. Nədir o da söz? Əlbəttə qısa deyim, əgər sizin marağınıza səbəb olsa, bu barədə daha geniş danışarıq, sual versəz. Orada da özündən əvvəlkiləri canişin etdiyi kimi nə deməkdir? Yəni aləmlərin Allahı o canişinlik, xəlifəlik məsələsi də, canişinlik, xəlifəlik məsələsi belə bir şeydir ki, Allah özündən əvvəlkilərin də bəzilərini canişin kimi, öz canişin kimi qərar verib. Yəni belə deyil ki, ancaq İmam Zaman dönəmində. Belə deyirlər ki, İmam Zaman dönəmində olanda kamil şəkildə bu olacaq. Amma ondan əvvəlki dönəmlərdə olan hadisələr barəsində hər bir deyilmiş söz onun bir hissəsini bir yerə qədər və yaxud da onlardan bir nümunədir. Amma onların özlərinin isə fərqi vardır. Yaxşı, bütün ayələrdə bunu izləyəcəyik. İndi siz özünüz görəcəksiniz. Məsələn, varis məsələsi deyəndə, xəlifə məsələsi deyəndə və sair məsələlər deyəndə biz bunu izləyəcəyik. Deməli, bu ayədə də oxuduq ki, biz buyurur ki, zikirdən sonra, yəni Tövratdan sonra biz Zəburda da demişik ki, yer üzünə mənim salih bəndələrim gələcək və İbadü salihin sözünü də İmam Baqir dedi ki, həmin o Həzrəti Mehdi və onun tərəfdarlarıdır. Ustad, növbəti ayəyə keçməmişdən qabaq siz ki, xəlifə məsələsinə toxundunuz. Bu elə bizim suallarımızın içərisində olan bir məsələdir. Əslində biz həm məhdəviyyatla bağlı ayələrdə, həm də Quranın bir neçə ayəsində belə deyim, biz görürük xəlifə sözü səslənir, amma bizə tam aydın olmur. Məsələn, bəzi yerlərdə deyir ki, mən yer üzündə xəlifə yaradacağam. Bəzilər
bəzi yerlərdə yəni xəlifə təyin etdim, canişin təyin etdim, kimi olur. Hətta bir ayədə gördüm, ayə belə idi ki, onları xəlifə təyin etdim və nemətlərlə onlar sınanarlar. Bu xəlifələrdə biz hər dəfə fərqli məsələlərdən danışırıq, yoxsa necədir? Əvvəl onu deyim ki, irfanda xəlifə sözü keçir. Yəni İrfanda. ya irfan, nəzəri irfanda xəlifə kimdir? Allahın xəlifətullah sözü keçir. Mən istəyirəm yer üzündə xəlifə yaradam, siz dediyiniz ayədə. Bunu ümumiyyətlə kamil insan barəsində işlədir irfan. Deyir ki, həqiqi xəlifə budur. Ümumiyyətlə xəlifə həmin o canişindir. Yəni onun nümayəndəsi. Yəni onun adına söz danışan, canişin bu deməkdir. Xəlifə bu deməkdir. Amma bayaqlar dedim, indi istəyirsə onu biraz da genişləndirək. Ümumiyyətlə insan, bir dənə kamil insan var. Bu deyirlər ki, Həzrət Muhammed əleyhissalam və əhl-i beytdir ki, onlar yer üzündə Allahın həqiqi xəlifəsidirlər. Həqiqi canişindir. Yəni kamil. Ondan sonra peyğəmbərlər barəsində deyirlər. Məsələn, biri Adəm barəsindədir. Deməli, hər bir kəs, məsələn nümayəndə sözünü götürsək, hər bir tutaq ki, müəssisənin nümayəndələri var. Amma o nümayəndələrin təbii ki, kimliklərinə uyğun olaraq həm kimlik cəhətindən, həm də səlahiyyət cəhətindən onların fərqləri var. Bunların hamısı xəlifədir, canişindir. Amma bəziləri daha kamil canişindir. Bəziləri nisbətən. Və bir də ki, Allahın insanda belə bir potensial var. Allahın xəlifəsi olacaq bir potensial var. Yaxşı, Allahın yer üzündə xəlifəsi olacaq bir potensial var. Elə həmin ayədə də bunu deyirdi də. Deyirdi ki, sizdən əvvəlkiləri kimi, məsəl üçün təfsirlər deyirlər ki, Nuhun qövmündə, Salihin, Yunusin, Hudun qövmündə möminləri Allah yer üzündə bir yerə qədər məqama çatdırdı. Onlar məqam adamları idilər. Ona görə də bunlar da sanki Allahın xəlifələri, canişinləri kimi idilər. Yəni Allahın tərəfdarları, Allahın istədiyi kimi idarə eləyənlər. Bu mənada, xəlifə bu mənadadır, bir mənası. Yenə deyirəm, irfani cəhətdən başqadır. O həm idarə edəcək, həm Allah kimi yanaşan, idarə eləyən mənasındadır. Eyni zamanda da bir də Allahın bütün adlarının təcəllası olan bir məsələ var. İrfanda bu elə danışır ki, o həqiqi xəlifədir. Həzrət Muhammed əleyhissalam, imamlar və digər peyğəmbərlər, xüsusən Adəm barəsində elə təfsirdə belə deyilir. Bax, xəlifə budur. Amma Nuhun, Hudun, Salihin qövmünün möminləri necə xəlifə idilər? Yəni xəlifə Allahın canişinləri idilər bu cəhətdən ki, onlar da həm mömin idilər, həm də Allah istəyən kimi yer üzündə gəzirdilər, hakimiyyət edirdilər, idarə edirdilər, öz vəzifələrini Allah istəyən kimi aparırlar. Belələrinə deyirlər Allahın xəlifələridir. İmam Zaman deyir, əvvəlkilər kimi sizi də eləyəcəyik. Kimi? İmam Zamanın tərəfdarlarını. Buyurur ki, Əhl-i Beytin şiələrini. Necə? Biz elə eləyəcəyik ki, siz elə bir şərait yaranacaq ki, siz də Allahın nümayəndələri kimi olacaqsınız. Allahın xəlifələri kimi olacaqsınız. Yəni, hər yerdə siz höccət kimisiniz. Yəni, siz Allah istəyən kimi yaşayırsınız, Allah istəyən ruhiyyədəsiz və sizə baxılanda Allahın bütün o dediklərinin, istəklərinin sanki təzahürü görsənəcək. Və buna deyirlər xəlifə. Eyni zamanda idarəçilik də öz yerində. Yaxşı, onlar nə lazımdırsa öz vəzifələrini yerinə yetirəndilər. Hər kimin nə vəzifəsi varsa onu yerinə yetirər. Bu belə kəs olur Allahın xəlifəsi. Ona görə də peyğəmbərlər də Allahın xəlifəsidir, möminlər də. İndi həmin Hudun, Salihin, məsələn Nuhun qövmünün özü xəlifədir heç, həm də ümmətindən olan möminlər də xəlifədir. Yaxşı, amma dediyim kimi bu xəlifələrin fərqləri vardır. Əlbəttə daha geniş sözlər danışmaq olar. Elə bilirəm ki, artıq mövzumuzdan biraz çox xaric olar. Bəli, amma bu sözlər keçməkdədir. Yaxşı, amma Məhdəviyyət dövründə də insanları Allah xəlifə adlandırır. Həmin o ayədə buyurur ki, onları sizdən iman gətirib yaxşı işlər görən kəslərə Allah vəd edib ki, onları mütləq özlərindən qabaq olmuşlar kimi, canişin təyin etdiyi kimi yer üzündə sizi canişin və hakim edəcək.
və sizin üçün bəyəndiyini. Bax bu insan bu yerə çatacaq. İnsan bu yerə çatacaq ki, onun varlığı ilə Allahın xəlifəliyini başqaları görəcək. Əlbəttə bütün o dövrdə yaşayanlara aid deyil ha bu. Bəli. O dövrdə öncül olanlara aiddir. İmam Zamanla əl-ələ verib o dövləti quranlara, döyüşənlərə, qiyam eləyənlərə və o dövlətin səhmanına baxanlara aiddir. Çünki İmam Zaman əleyhissalam təkcə idarə eləməyəcək ki. Həmin dövrdə möminlər olacaqlar da kürsülərdə. Hər bir regionun və sair və ilə axır. Yaxşı. Bax bunlar onlara aiddir, idarə eləyənlər. Onlar buyurur ki, həmin siz yer üzünün xəlifəsi olacaqsınız. Və həmin dövrdə də yer üzündə çoxlu insanlar yaşayacaqlar ki, onlar belə bir insanları Allahın xəlifəsi biləcəklər. Allahın canişini biləcəklər. Bax belə bir məqamda olacaq. Bu əslində o biri danışdığımız məsələni də təsdiqləyir. Mən elə başa düşdüm. Əgər düzəldərsə səhv deyirəmsə ki, biz zühur dövləti niyə lazımdır danışanda siz demişdiniz ki, bu dövlət ona görə lazımdır ki, insanın potensial şərafəti reallaşır və onun kamala çatma bu dövlətdə ola bilir. Deməli, əslində bu xəlifə ilə həmən o potensialını reallaşdıran adamlardır. İnsan xəlifətullah məqamına çata bilər. Ümumiyyətlə, Allah deyir, mən xəlifə yaradıram. Bildiniz, bunu mələklərlə söhbətinə uyğun deyir də. Məsələ nədən ibarətdir ki, belə bir potensialda, insanın belə bir potensialı var. Ona görə qoy yenə deyim, nəzəri irfanda bu söhbət məni yenə qaytar sonra. Belə söhbət gedir ki, bir dənə həqiqi xəlifətullah var. O, belə deyirlər ki, Nuru Muhamməddir. Yaxşı, bu belə. İkinci budur ki, başqa insanların da bir yerə qədər Allahın xəlifəsi olma potensialı var. Canişin olma potensialı var. Və insan o potensialını aktuallaşdıra bilər. Yaxşı, İmam Zamanın qiyamında belə insanlar gələcəklər və onlar İmam Zamana kömək edəcəklər və o dövlətin qoruyucuları olacaqlar, o dövlətin sütunları olacaqlar. Və onların sayəsində də başqa insanlar da öz potensiallarını inkişaf elətdirmək üçün fürsət yaranmış olacaq onlara. Və ayələrdən bu başa düşülür. Çox maraqlı. Özdən yayındırdınsa üzr istəyirəm. Yox, Amma çox maraqlıydı. Bunlara toxunmaq olar. Elə bilirəm ki, bunlara toxunanda da o dövlətin daha da əzəməti gündəmə gəlir. Ki, əslində o dövlətdə. İndi gələcəkdə də danışarıq intizar barəsində. Bax, intizar çəkənlər həmin o dövlətin qurucuları olacaqlar. İndi bu gün əgər vaxtımız olsun, mən bir çox ayələr hazırlamışam ki, onları oxuyaq. Buyurun, ustad. O ayələrdə bilirsiniz nələrdən danışılacaq. Onlarda bundan danışılacaq ki, bəzi adamlar İmam Zamanın köməkçiləridirlər. Məsələn, gördünüz bayaq dediyim ayələrin birində buyurdu ki, məsələn, biri Nur 55-dədir, biri həmin Ənbiya 105-dədir biz zikirdən sonra. Tövrat, Zəburda da demişik ki, salih bəndələrimiz var sonra. İndi elə ayələr var ki, hətta o ayələrin özündə belə həmin o dönəmin qurucularından söhbət gedəcək. Ona görə intizar bəhsində bu məsələləri bilmək ona görə yaxşıdır ki, əslində suallardan bu məsələləri ciddiləşdirməyimiz yaxşıdır. O cəhətdən ki, indi biz intizar mövzularına toxunanda hani hədislərdən belə söz deyilir ki, müntəzir olun, intizar çəkin. Çox savabı vardır. Elə bir peyğəmbərin Bədir döyüşündəki kimisiniz. Elə bir İmam Zamanın xeyməsindəki kimisiniz. Niyə? Nə olur elə çəkin? Necə çəkim? Amma belə bir şeylər insana stimul verir ki, sən özünü elə düzəldə bilərsən ki, məhz Həzrətin zamanında sən o dövlətin qurucularından ola bilərsən və Allahın xəlifəsi kimi ola bilərsən. Çünki buyurur ki, onların, imam buyurdu ki, bizim şiələrimizə aiddir bunlar. Yəni, hələ çox ayələr var, bunları oxuyacaq. Ona görə də burada insanın özünü düzəltməsi, islah olması, o dövlət üçün düzəlməsi üçün bir stimul yaradır. Özdə tez burada bu sözü deyim, amma gələcəkdə bundan danışarıq. Yeri gəldikcə. Elə bilirlər ki, İmam Zamanın köməkçiləri ancaq 313 nəfərdir. Belə deyil. 313 nəfər xas nümayəndələrdir, xas. Amma bundan başqa da imamın xeyli köməkçiləri olacaq. Çünki yer üzünü 313 nəfərlə idarə eləmək olmaz ki, İmam Zaman və qiyam da 313 nəfərlə olmayacaq. İlk o köməkçiləri 313 nəfərdir ki, onların içində rəzətdə gələnlər var və s. Yaxşı, bütün bəzi qövmlərdən var, bəzi zamanlardan var, amma 313 nəfərdən deyil. Yəni çoxlu həmin o Allah istədiyi adamlar, həmin o Quran ayələrdə deyilmiş adamlar gələcəklər və imama kömək eləyəcəklər. Başqa bir ayəni oxumaq istəyirəm.
Buyurur ki, deməli Saf surəsinin 8-9-cu ayələrində də, Tövbə surəsi 30-cu ayədə də və Fəth surəsinin 28-ci ayəsində də eyni mənalı deməli mövzuya toxunur Allah Mütəal. Birinci Saf surəsində oxuyaq. Buyurur ki, Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlərin xoşu gəlməsə də Allah öz nurunu tamamlayacaq. Sonra buyurur ki, müşriklərin xoşu gəlməsə belə onu bütün dinlərdən üstün etmək üçün öz rəsulunu hidayət və haqq olan dinlə göndərən odur. Bir dənə bu ayə görün nə qədər mübarək sözlər var. Hətta qərbə təfsiri var bunun. İndi vaxt olsa onun təfsirinə də toxunaram. Qoy elə indi deyim onu. Allahın nurunu öz ağızları ilə söndürmək. Mən kitabların bir təfsirlərin birində oxudum. Bilmirəm bu kitabda olan təfsirdə ya başqa bir təfsirdə buyurdu ki, ağızları ilə söndürmək istəyərlər məsələsi imamətə aiddir. İstəyirdilər ki, Allahın nurunu söndürsünlər. Allahın nurunu ağızları ilə söndürsünlər. İmam buyurur ki, amma kafirlərin xoşuna gəlməsə də Allah öz nurunu tamamlayacaqdır. Yer üzünə imamət hakim kəsiləcək. Bilirsiniz, bugün imamət, qoy bunu deyim sizə ki, ayənin həqiqəti aydın olsun. İmamət çox zəruri məsələdir. İndi biz ayələrin təfsirində də deyəcəyik. Mən bir neçə hədislər var, onları da deyərəm. Amma gələcəkdə də bunu Rəzət bəhsində deyəcəyik ki, o dövlət barəsində deyilir ki, Vəy xanədanının hakimiyyəti. Vəy xanədanı, yəni Peyğəmbərin balalarının hakimiyyəti. Nə ehtiyac var buna? Çox ehtiyac var. İmamlar ancaq təşri imamət üçün gəlməyib. Təşri imamət budur ki, gəlsin Allahın dinini başa salsın. Təkcə bunun üçün deyil. İmamların varlığı bir çox cəhətlərdən zəruridir. Həm dinin həqiqətini deyə bilər, həm düzgün idarə eləyə bilər, həm düzgün yönləndirə bilər. Həm də ki, onların varlığı insanın ruhunun qidasıdır. Onların varlığı ilə insan qidalanır. Əgər münbit bir şərait düşsə, onların varlığı bilirsiniz, kamil insanlardılar. Allahın yer üzündəki feyz mənbələridirlər. Ona görə də onların varlığı ilə həddindən artıq insanlıq sürətlə kəmala çata bilir. Ona görə buyurur ki, bir vaxt ki imamətdən uzaq düşür insanlar, yaxşı, və istəyirlər ki, belə olsun. Görürsünüz, indiyə qədər də hələ də imamət dünyada qlobal bir məsələyə çevrilə bilmir. Amma bir gün gələcək ki, dünyada mövzu elə imamət olacaq. Yəni necə mövzu Allahdır, Allaha gedən yol təbii ki, yəni ona deyirlər laziməsi. Təbii ki, o lazimə Əhl-i Beytdən keçəcək, imamətdən keçəcək. Əgər bir gün dünyada mövzu Allah olsa, insanlar deyəcək ki, Allahı tapmaq istəyirik. İndi başa düşdük. Allaha çatmaq istəyirik, qarşılarında Əhl-i Beyti görməlidirlər. Qarşılarında imaməti görməlidirlər. Çünki Allahın həqiqi nümayəndələri bunlardır. Bunun təfsirində imam belə buyurur. Sonra başqa bir ayəni oxuyum. Burada da yeri gəldi, ona görə dedim. Başqa bir ayədə buyurur ki, Tövbə surəsinin 33-cü ayəsində buyurur ki, öz peyğəmbərini müşriklərə xoşu gəlməsə belə hidayət və haqq dini ilə bütün dinlərə qalib etmək üçün göndərən odur. Burada da yenə buyurur ki, müşriklərin xoşu gəlməsə də, amma onu bütün dinlərə qalib eləyəcək. Maraqlıdır. Əvvəlki ayədə də bunu deyirdi. Bütün dinlərə qalib eləyəcək. Və 3-cü ayə Fəth 28-də buyurur ki, bütün dinlərə qalib etmək üçün öz peyğəmbərini hidayət və haqq dininə göndərən odur və bu məsələyə şahidi üçün Allah kifayətdir. Deməli, hər üçündə gətirir ki, İslam dini bütün dinlərə qalib gəlməlidir. Bax, bu barədə hədislərdə var. İmam Sadiq əleyhissalam Əbu Bəsirdən nəql edilir ki, İmam Sadiq əleyhissalam həmən ayənin təfsirində buyurdu ki, Allaha and olsun ki, bu ayədə deyilənlər hələ də həyata keçməyib. Nə? Bütün dinlərə qalib olma. Biz də baxırıq ki, elə İmam Sadiqin dövründəki kimidir.
Bu gün hər dinin nümayəndələri var. Hətta qeyri-səmavi dinləri var, onların da nümayəndələri var. İslam dini hələ bütün dünyaya qalib olmayıb. Sonra imam buyurdu ki, bu hadisə yalnız o zaman həyata keçəcək ki, qaim zuhur eləsin. Bizim İmam Zaman Əleyhisselamın ləqəblərindən biri qaimdir. O zuhur edərkən böyük Allahı inkar edən və ona şərik qoşan bütün insanlar imamın zuhur etməsindən narahat olacaqlar. Əgər bir kafir və ya bir müşrik hətta böyük bir daşın içərisində gizlənsə belə, daş dilə gəlib deyər ki, ey möminlər, bu kafir və müşrik mənim daxilimdədir, içimdədir və gəl onu öldür. Yəni ora qədər İmam Sadiq əleyhissalamın hədisidir. Kəmaluddin kitabında da nəql olunub bu hədis. Başqa bir yerdə buyurur ki, İmam Hüseyn əleyhissalamdan da bu hədis Əbdurrahman ibn Səddən nəql edir ki, bu da Kəmaluddin kitabında nəql olunub. Buyurur ki, İmam Hüseyn əleyhissalam buyurdu ki, həmən ayənin təfsiri ilə bağlıdır. Biz Əhl-i Beytdən 12 nəfər vardı ki, onların birincisi Həzrət Əli, sonuncusu isə mənim nəslimdən olan 9-cu şəxsdir. O haqq üçün qiyam edən imamdır. Allah Taala yer kürəsi ölü vəziyyətdə olarkən onunla dirildər. Ölü vəziyyətdə olarkən, yəni iman cəhətindən onların vəziyyəti pis olacaq. İman cəhətindən pis olacaq. Sonra buyurur ki, onun əli ilə haqq dini bütün dinlərə qalib eləyəcək. Bütün dinlərə qalib olacaq. Hərçənd ki, müşriklər bundan narahat olarlar. O imamın bir qeybət çəkilmə dövrü olacaqdır ki, həmin dövrdə insanların bir dəstəsi ona iman gətirməyəcəklər. Bu günlərimdə biz görürük, mənim tələbələrimdən biri var idi, dərslərdə idi, yaxşı tələbə idi, amma belə də özü müstəqil adam idi. Dindar da deyildi, amma mənim dərslərimdə iştirak edirdi. Bir dəfə mənə dedi ki, müəllim, siz çox ziyalı adamsınız, elmli adamsınız. Məni çox istəyirdi, dərslərimə də gəlirdi. Biz Məşəddaş məscidində olanda dedi ki, amma sizdən qərbə məhdəviyyət dediyiniz barədə belə qərbə sözlər eşidirəm də. Yəni doğrudan sizin öz etiqadınızdır. İndi bu kitabdan oxuyursunuz, cəmaata danışırsınız deyə belədir. Yoxsa özünüzün belə buna inanırsınız ki, bir nəfər var, qeybdədir, gələcək, qurtaracaq, belə şeylə inanırsınız. Deyirdim, əlbəttə inanıram. Buyurur ki, belə bir zaman gələcək ki, həmin dövrdə insanların bir dəstəsi ona iman gətirməyəcəklər. Lakin digərləri öz dinlərində möhkəm və sabit qədəm qalacaqlar. Lakin onlara çox əziyyətlər olar və həmin sabit qədəm insanlara deyərlər, əgər haqlısınızsa, deyin, bu vədə nə zaman həyata keçər? Sonra imam buyurur ki, İmam Hüseyn əleyhissalam, bilin ki, o imamın qeybdə olduğu dövrdə bütün əzab əziyyətlərə və təksiblərə sinə gərən və səbirli olan şəxs Peyğəmbərin huzurunda cihad edən şəxs kimidir. Bax, bu ayənin təfsirində görürsünüz, imam belə bir hədis buyurur. Bir hədisdə də var, bunu da oxumaq istəyirəm, çox qəribə hədislərdəndir. Yəni burada da bəzi məsələləri gətirib podkastda deməmişəm indiyə qədər bu nüansı. Buyurur ki, İmam Baqir əleyhissalam bu ayədə buyurur ki, bunu Məhəmməd ibn Müslim Səqəfidən nəql edirlər. Kəmaluddin kitabındadır bu da. İmam Baqirin deyir, belə buyurduğunu eşitdim ki, bizim qaimimizin düşmənlərinin qəlbində qorxu yaranacaq və Allah özü ona kömək eləyəcəkdir Həzrət Məhdi əleyhissalama. Yer kürəsi onun üçün sanki bir mühəyya, yəni hazır, diri olacaq və yerin bütün sərvətləri üçün onun üçün aşkara çıxacaqdır. Allah Taala onun əli ilə öz dinini bütün dinlərə qalib eləyəcək. Öz dinini bütün dinlərə qalib edəcək. Hərçənd ki, müşriklər bundan narahat olacaqlar. Çünki onlar istəmirdilər bunu. Sonra buyurur ki, yer üzündə bütün xarabalıqlar abadlaşacaq. Allahın ruhu İsa ibn Məryəm də yerə enəcək və imama iqtida edərək, bunu İmam Baqir əleyhissalam deyir ki, Allahın peyğəmbəri olan İsa, biz bilirik ki, İslama görə o çarmıxa çəkilməyib, Allah onu qeybət çəkib, göylərə aparıb və o imamın zuhurunda yerə enəcək. İmam Baqir əleyhissalam buyurur ki, hətta yerə eləcək və imam namaz qılanda o imamı iqtida eləyəcək. Allahın peyğəmbəridir, amma görəcək ki, imam ondan daha əzəmətli varlıqdır və ona iqtida eləyəcək və onun arxasında namaz qılacaqdır. Sonra deyir ki, həmin bu Məhəmməd ibn Müslim deyir ki, həmçinin Əbu Bəsir də İmam Sadiqdən həmən hədisi nəql eləyibdir. Bir hədis də Əl-Kafidədir. Mən indi bu qabağıma çıxdı. Bayaqki hədisdir, çox nurani hədisdir deyə mən bunu da oxumaq istəyirəm ki, Əl-Kafi kitabından da Məhəmməd ibn Füzeyldən deyilir ki, İmam Kazım əleyhissalamdan deyir, bu ayəni soruşduq ki, olar
Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Kafirlərin xoşuna gəlməsə də Allah öz nurunu tamamlayacaq. Deyir, bunun izahını soruşdu İmam Kazimlə. Deyir, İmam dedi ki, onlar İmam Əlinin vilayət nurunu, yəni əslində vilayəti, həmin o imamət sistemini, imamların varlığını, bunu ağızlarına söndürmək istəyirlər. Bayaqlam dediyim hədisdir ki, indi oxuyanda qarşıma çıxdı. Sonra dedim ki, bəs buyurur ki, Allah amma öz nurunu tamamlayacaq. Bunun mənası nədir? Deyir, imam buyurdu ki, Allah Teala imaməti kamilləşdirəcək. Nə ilə? İmam Mehdinin zuhuru ilə. Çünki o, biz Allaha və Peyğəmbərinə ha belə nazil etdiyimiz nura ifadəsini işlətmişdir. Nur həmin o imam mənasındadır. Bu da bir nöqtə. Sonra deyir, mən dedim ki, Peyğəmbərini hidayət və haqq dilinə göndərdi cümləsinin mənası nədir? Buyurdu ki, o elə bir şəxsdir ki, Allah öz rəsuluna onun vilayətini insanlara elan etməsini əmr etdi. Vilayət həmən haqq dindir. Sonra deyir, mən sual verdim ki, onu bütün dinlərə qalib edər ayəsinin mənası nədir? İmam buyurdu ki, Həzrəti Qayyim, İmam zuhur edən zaman bütün dinlərə həmən İslam dini qalib olacaqdır. Görürsünüz, bax, bütün çox hədislər çoxdur, mən də bunlar artıq istəməm, amma bu hədislər elə biləm ki, çox zəruridir ki, ayəni real olaraq bizim üçün aydınlatsın, bizə başa salsın ki, əslində Allah bütün dinlərə qalib eləyəcək və o Həzrəti Məhdi əleyhissalamın əli iləndir və bu nüansı bayaq dedim, yenə də deyirəm ki, doğrudan da imamətin zərurəti nə qədərdir? Ki, biz həmən dönəmdə başa düşəcəyik ki, imamət nə qədər zəruridir. Necə başa düşəcəyik? Görəcəyik ki, Allah çox mühümdür. Və insan bax belə deyəcək ki, vay, bir dəfə dünyada yaşayıram, amma Allahı tapmadan gedəcəm mən. Yəni ömrüm bitir, amma mən Allahı bu dünyada tapmadan gedirəm. Tapmadan bilirsiniz nə deməkdir? Qoy bunu da izah eləyim. Vaxtımız getsə də qoy bunu da deyim. Diqqət eləyin, o dönəmin əhəmiyyətini və imamətin əhəmiyyətini çatdırmaq istəyirəm. Bir insan deyir, vay, Allahı tanımadan dünyadan gedəcəm. O dönəmdə insan bunu daha çox hiss eləyəcək. Çünki bütün səs-küy kəsilib deyə, bütün hər şey səs-küy kəsilib, insanların narahatçılıqları yoxdur. Buyurdu bayaq ki, ayələrdə dedi ki, əmin-amanlıq olacaq, firavanlıq olacaq deyə insanlar qaçaqovda olmayacaqlar. Gah maddiyyət arxasıca, gah çətinlik arxasıca, xəstəlik arxasıca olmayacaqlar. Və fəsad yerləri yoxdur deyə insanlar fəsad yerlərinə də tələsmirlər. İnsanlar ki, aramdılar, rahat dayandı, onda fitrətin səsi eşidiləcək. Fitrətin səsi eşidiləndə insanlar Allahı görəcəklər, Allahın daha doğrusu varlığını başa düşəcəklər. Və deyəcəklər ki, biz onu tapmaq istəyirik. Biz onu hiss eləmək istəyirik. Yəni, ruhum onu hiss eləməyəcək bir haldadır. Mən indi elə bir haldayım ki, onun varlığını bilirəm var, amma mən onu hiss eləyə bilmirəm. Mən onu tapmalıyam. Necə tapacam? Onda Əhl-i Beytin varlığının zərurətini anlayacaq. Onda görəcək ki, Əhl-i Beyt nə qədər zəruridir Allahı anlamaqda. Ona görə buyurur ki, vilayəti insanlar, yəni imaməti də kənara qoya bilməzlər. Əlinin vilayəti kənara qoyula bilməz. Əgər qoyulsa, insan şərafətə çatmaz. Peyğəmbər necə buyurur? Buyurur ki, zəmanəsinin imamını tanımayan insanlar cahiliyyət dövründəki ölən insanlar kimidir. Zəmanəsinin imamını tanımayan insanlar cahiliyyət dövründəki insanlar kimidir. Ölərlər, belə ölərlər. Niyə? Cahiliyyət dövründəki insanlar kimidir? Onlar dindar olmadıqlarına görə ruhlarını, potensiallarını aktuallaşdırmadan, şərafətləri aktuallaşdırmadan dünyadan gedirdilər. Bildiniz, yəni sanki dünyaya göndərdikləri hədəf aktuallaşmadan gedirdilər. Ona görə bu ki, zəmanəsinin imamını tanımaq, özü də bu hədis bilirsiniz necədirsə, Əhl-i Sünnətin qəbul elədiyi hədisdir. Mən matə və ləm yərif İmam Zamani, matə mitədən cahiliyyə. Bunu Əhl-i Sünnət qəbul eləyir. Kim ölə amma zəmanəsinin imamını tanımaya, cahiliyyət dövründəki kim ölüb. Deməli, hər bir zamanın sən demə imamı var. Niyə onu tanımaq vacibdir? Onu tanımasan, Peyğəmbər bu ki, cahillər necə gedirdilər ruhları şərafətə çatmadan? Deyir, belə gedəcəklər. İndi həmən dönəmdir ki, buyurur ki, Əlinin vilayətini ağızları ilə söndürmək istəyirdilər Allahın nurunu. O Allahın nurunu İmam Kazimdir ki, Əlinin vilayətidir. Amma söndürə bilməyəcəklər. Allah öz nurunu tamamlayacaq. Yəni Həzrət Məhdinin qiyamı ilə yenə də vəh xanədanı hakimiyyətə gələcək və bütün ləyaqətli insanlar hamısı o dövlətdə yaşayacaqlar və imamətlə Allahın belə deyək, Allahı tanıyacaqlar, Allah üçün yaşayacaqlar və Allah istədiyi məqama çatacaqlar.
Hər şey necə puzzle kimi Bəli, hər oturur, şey puzzle bu kimi oturur, vallah, adamı bir vallah. cür eləyir. Bəli. Ona görə də bu hədisləri oxumağım gərək izləyiciləri də narahat eləməsin. Elə bilirəm ki, onlar da ürəyincə olacaq. Ustad, bir dənə sual çıxdı burada. Bilirsiniz, siz ayədəki oxudunuz. İslamı bütün dinlərə qalib eləyər. Allah öz dinini bütün dinlərə qalib eləyər. Bilirsiniz, biz adətən oxuyanda, danışanda biz haqqın batil üzərindəki qələbəsindən danışırıq. Haqqın, yəni haqq mövzusu var və batil var. Bilmirəm, sualı necə verim dizi. İslamın Allah öz dinini başqa dinlərə qalib edir. Allah İslamı başqa dinlərə, yəni istəyirəm deyəm ki, başqa dinlər də Allahın dinidir. Burada yəni məqsəd nədir? Bu gəlişdə məqsəd nədir? Bunun hikməti necədir? Bəli, yaxşı sualdır və yadıma gəlir ki, əvvəlki podkastlarda da bu barədə demişik ki, əslində Allah buyurur ki, bütün dinlərə qalib eləyər. Bəli, əvvəlki dinlər də Allahın dinidir. Amma əslində dinin bir həqiqəti var da. Bir həqiqəti var. O birisi dinlər müəyyən zamanlarda o zamanlara uyğun olan insanlar üçün onların zahirinin, yəni ritualların müxtəlif formada onlara deyilməsidir. Əslində isə dinin bir özəyi var, dinin bir həqiqəti var və o da Allahın bir hədəfi var ki, onu gerçəkləşdirir din. İnsanları təkamülə çatdırır və s. və ilə. Amma hər zamanda Allahın bir belə deyək, cəmiyyət üçün göndərdiyi dinin müxtəlif bir konsepsiyası alıb göndərir. Yaxşı. Bir ayə var. Mənim nömrəsi yadımdan çıxıb. Hansı ayədir? Amma ayədə belə deyilir ki, Allah yanında din İslamdır. Allah yanında din ancaq İslamdır. Biz keçən dəfə oxumuşduq bunu. Bəli. Nə deməkdir Allah yanında din İslamdır? Allah yanında din İslamdır budur ki, yəni əslində bir həqiqət var ki, o həqiqət insanları Allaha bəndə eləyə bilər. Həmin o din bir cürdür. Onun bir mahiyyəti bir cürdür. İndi bəs niyə adı İslamdır? İslam sözü təslim olmadır. Yaxşı. Və bəndəliyin də həqiqi meyarı təslim olmadır. Bunu təfsirçilər də deyirlər, mən özümdən demirəm bunları. Təfsirçilər də deyirlər ki, bəndəliyin belə deyək, təzahürü təslimiyyətdir. Yəni Allahın dediklərinə təslim olmaq. Belə olanda insan həqiqi bəndəliyə çatacaq. Əvvəldə bu bəndəlik göstəricisidir ki, ilahi mən təsliməm. Elə müsəlman da budur, təslim olan. İslam təslim olmaqdır, müsəlman yəni təslim olan. Yəni və niyə Allah İslam adını qoyur buna, dinə? Çünki bu Allahın dininin, ümumiyyətlə din, ümumi olaraq Allahın insanların hidayət üçün göndərdiyi ilahi konsepsiya var ki, bunun adına din deyirlər. Bunun ən yaxşı adlanması İslamdır. Bunu müfəssirlər deyirlər. Ona görə bunun adını, mən hətta yadımdadır ki, bir yerdə qeyd eləmişdim onu. Bir alimin bir sözü var idi. İslam barəsində. Bəli. Buyurur ki, elə bunu sözümün təkidlənməsi üçün oxuyuram sizə. Buyurur ki, bütün əsr və zamanlarda dinin ruhu haqqında, dinin ruhu haqq qarşısında təslim olmaqdan başqa bir şey deyil və sadəcə İslam peyğəmbərinin dini dinlərin ən sonuncusu və ən üstünü olduğu üçün ona İslam adı verilmişdir. Bu alim də belə deyir ki, əslində hamısının ruhu eynidir, amma sonuncu olduğuna görə və üstün olduğuna görə İslam adı verilmişdir. Yoxsa ki, bu cəhətdən bütün ilahi dinlər elə İslamdır. Səma dinlərinin əsasları birdir, sadəcə bəşər cəmiyyəti kamilləşdikcə Allah Taala onlara daha kamil din göndərib və sonda o təkamülün son mərhələsini İslam peyğəmbərinin dinində çatıb.
Mən deyən məsələlərin elə sanki təkidləndirir. Sadəcə niyə bəs İslam? Adı niyə İslamdır? Bunu alimlər deyirlər ona görə adı İslamdır ki, niyə elə onlar da Allah yanında din, o biri dinlərin adı verilmiş olsun. Niyə İslamdır? Çünki dediyim kimi bəndəlik təslim olmaqdandır. Və o təslimiyyəti, həqiqi təslimiyyəti ehtiva edən söz həmin o İslamdır. Ona görə də Allah Taala buyurur ki, Allah yanında din İslamdır. Və həmən dönəmdə necə olacaq? Bütün dinlərə qalib olacaq bu mənada ki, yəni o biri dinlər artıq, o biri dinlər və o biri dinlərin bütün həqiqətləri artıq öz mahiyyətini itirəcək. Zatən bir din gələndə özündən əvvəlki dini qüvvədən salır. Amma cəmiyyət belə oldu ki, kamil bir düzən deyil deyə o düzəndə bilirsiniz nə baş verəcək? Biri var kimlərsə üçün, biri var bütün dünya üçün. Bütün dünya üçün başqa dinlər artıq bir mənalı şəkildə, legal şəkildə qüvvədən düşəcək. Rəsmi şəkildə qüvvədən düşəcək. Çünki bilirsiz bunu niyə deyirəm? Sual oluna bilərdi ki, əslində elə bir din gələndə özündən əvvəlki dini qüvvədən salıb da. Niyə Allah mütəal buyurur ki, bütün dinlərə qalib eləyəcək? Deməli o dinlər var imiş ki, qalib olur. O dinlər rəsmi olmasa da, Allah istəyən olmasa da, amma şəxslərin yaşatdığı cəhətindən var idi. Amma artıq o dövrdə belə bir şey yoxdur. Bu bir dənə təfsiri budur. İkinci təfsirində də belə demək olar ki, bir də həmən din o qədər öz reallığını göstərəcək ki, başqa dinlər özünün gücsüzlüyünü, özünün yəni qənaətbəxş olmadığını göstərəcək. Yəni bu dinin nümayəndəsi kimdir? Həzrəti Məhdi əleyhissalam. Qiyamın rəhbəridir, peyğəmbərin balasıdır və Allahın yer üzündəki höccətidir və insanlar Allahın ona necə kömək elədiyini görəcəklər. Necə məsələn İslam peyğəmbərinin dövründə ya əvvəlki peyğəmbərlərdə Allahın öz peyğəmbərinə kömək etdiyini görürdülər. Məsələn görürdülər ki, özü kömək eləyir və Quranda onun adını çəkir və bütün hadisələri gündəmə gətirir. Hamı başa düşürdü ki, Həzrət Muhammed əleyhissalam Allahın höccətidir. İmam Zaman əleyhissalamın da Allahın höccətinin olduğunu gördükləri halda və görəcəklər ki, bu müsəlmandır. Bundan əlavə Həzrəti İsa əleyhissalamın ki, özü Məsihilərin əslində o dinin rəhbəridir də. O isə yenə bu dində özünü göstərdiyi halda və mən müsəlmanam dediyi halda, onda hər kəs başa düşəcək ki, deməli Allah yanında əslində din İslamdır. Və o dinlər bir dönəmdə lazımlı idi. Bir dönəm üçün lazımlı idi. Əslində isə yəni həqiqi din ortaya gəlir və həmin bu din İslamdır. Və məsələlərdən biri də budur ki, bilməm bunu heç demək olar, demək olmaz. İxtilafa səbəb olan məsələlərdən ola bilər. Əslində Həzrəti Məhdi əleyhissalamın dönəmindəki İslam dini də ola bilsin ki, başqa zəmanəci dinlərdən, yaşanmış dinlərdə yəni hansısa bir cəhəti ilə fərqlənsin. Bu cəhətdən sözüm düzgün başa düşülsün. Yəni o hədisdə nə deyilir? Deyilir ki, Həzrət Məhdi əleyhissalama deyirlər ki, bu yeni din gətirib. Bilirsiniz? Əslində peyğəmbərin gətirdiyi İslamdır ya. İmamlardan olan İslamdır. Amma zaman o müəyyən məsələlər geridə qalıb və yaxud da İslam dini bəzi həqiqətləri açılmır. Diqqət eləyin, əslində Allah yanında din İslamdır, yəni bir ilahi konsepsiya var da. Amma niyə əvvəlki ümmətlərdə hamısı deyilmirdi? Onların tutumuna görə, onların şəraitinə görə. Növbəti gələn din əvvəlki dindən daha artıq məsələləri gündəmə gətirirdi. Yaxşı, eyni motivli olsa da, amma daha niyə? Çünki zaman keçdikcə insan təkamül eləyirdi. Ona görə gəlirdi qüvvədən salırdı. Yoxsa hansısa başqa bir amili üstünlük cəhətindən qüvvədən salınırdı. Yəni qüvvədə salınma amili üstünlük idi. Diqqət eləyin. İslam dini gəldi o biri dinlərin hamısından daha üstün rituallar və s. təqdim elədi. Zaten o ana xətlərdəki dəyişiklik yoxdur. Təvhiddə Allahdan danışılır, məad axirətdən danışılır, nübüvvətdən danışılır, əxlaqi prinsiplərdən danışılır. O olmaz, bu olmaz. Bəzi rituallar fərqli idi. Get-gedə təkmilləşirdi. İndi diqqət eləyin, İslam dinində Həzrət Məhdi əleyhissalamın məsələsində nə baş verir? İslam dinində isə Həzrəti Muhammed əleyhissalamdan sonra din get-gedə inkişaf etməli idi. Öz belə deyək
özünün bütün inkişafını, özünün bütün daha doğrusu potensialını ortaya qoymalı idi. Amma kimdən? İmamətin varlığı ilə. Peyğəmbərdən sonra din öz, yəni ilahi konsepsiya, din deyəndə yəni ilahi konsepsiya öz gözəlliyini tamam qoymalı idi ortaya. Amma qoya bilmədi. Bəzən o dövrün imamları da bir 250 il imamlar yaşadı axı. 250 il yaşadılar, amma şərait düşmədi deyə dinin açılmamış qapılarının bəziləri ilə bağlı da qaldı. Bəzi hədislərdə var ki, imamın sir səhabələri var idi. İmam bəzi həqiqətləri onlara deyirdi və deyirdi ki, Allahın lənəti gələr sizə əgər bu sirləri açsaz. Yaxşı, bəli. Bəs məsələ nədən ibarətdir? Yəni İslamın açılmamış sirləri, qapıları qalıb. Və yaxud da belə bir versiyada var ki, elə şeylər var ki, onlara tam da dəqiqliyi ilə riayət olunmaya bilər. Yaxşı, onun barəsində anlaşılmazlıq var. Hansı bir ritual barəsində. Əlbəttə o ana rituallar yox, namaz olur, başqa şeylər. İmam Zaman əleyhissalam gələndə nə baş verəcək? İmam Zaman əleyhissalam gələndə həmin o açılmamış tərəflər açılacaq. Necə əvvəl məsəl üçün Tövrat gəlir, ondan sonra İncil gəlir, ondan sonra daha üstün İslam gəlir. İslamın özünün də açılan tərəfləri var və ilahi höccət öz zamanında onların hamısını açacaq və bəzi o lazımsız məsələlər ki, qalıb və yaxud da səhv anlaşılıb, onların hamısı aradan gedəcək. Ona görə də deyəcəklər ki, bu yeni dindir, bu yeni din gətirir. Halbuki İslam dinidir. Bax, o söz buna görədir. Özüm elə izah verdim ki, bilinsin ki, nə üçün deyiləcək bu yeni din gətirib? Əslində, yeni din gətirməyib. Yəni, sanki elə görsənəcək ki, yeni dindir. Deməli, əslində, din insanların tərzi təfəkkürünə uyğun şəkildə, bir də ən əsas şəraitə uyğun şəkildə olmalı. Məsələn, Abbasilər dövrünün imamları ya Əməvilər dövrünün imamları niyə demirdilər? Çünki bilirdilər ki, o dini yaşamaq üçün heç bir şərait, mümbit şərait yoxdur. Hətta imamların özünün qapısına cəmaət gələndə deyir ki, gəlməyin, sizə problem yaranacaq, sizi incidəcəklər. Ya imam özü bəzi həqiqətləri demirdi. Niyə? Çünki desəydi başqa cür olardı. Hədislərin birində var ki, Əli əleyhissalama o qədər məzlum qalmışdı, o qədər onun sözünə etina etmirdilər ki, bir dəfə deyirdi ki, zaman gələcək ki, göydə dəmirdən olan quşlar uçacaq. Yəni təyyarə sözünü demək istəmirdi. Çünki desəydi, deyərdilər təyyarə nə deməkdir? O desəydi ki, belə bir ağır, insanların düzəltdiyi bir şey qalxacaq göyə, nə bilim, bəzi texnikalar, ağır texnikalar daşıyacaq, insan daşıyacaq. Deyərdi ki, ya elə sən doğrudan da üzr istəyirəm, cəfəngiyat danışırsan. Belə söz ola bilməz. Ona görə məsələn görürsüz, adi bir xəbərdir, imam onu deməkdən çəkinir. Amma İmam Zaman dövründə bütün dinin hər tərəfi açılacaq. Niyə? Çünki insanlar elə bir insanlıqdır və elə bir zəmanədir, elə bir mümbit şəraitdir ki, hər sözü demək olar. Ona görə də din o qədər çiçəklənəcək, din o qədər hər üzünü gündəmə gətirəcək. Yekunumuz bu olur. Bununla bir dəfə də deyim. Deməli, əslində din bir dənədir. Bəli. Sadəcə müxtəlif dövrdə o dinin müxtəlif təzahürləri var. Bilirsiniz, orta məktəb dərsliklərini oxuyuruq. Məsələn, Azərbaycan dilini 1-ci sinifdən 11-ci sinifə qədər keçirlər. Əslində hamısı bir dənə dərslikdir də bu. Azərbaycan dili bir dənə dərslikdir. Amma 2-ci sinifdə onun bu hissəsini, 3-cü sinifdə bu hissəsini, 4-cü sinifdə bu hissəsini və yaxud da eyni məsələləri daha geniş şəkildə keçirlər. 11-ci sinif şagirdlərinə daha artıq keçirlər. Bəlkə də ali məktəbdə Azərbaycan dili ixtisası üzrə ixtisaslaşanlara daha geniş məsələlər gündəmə gətirirlər. Din də eyni ilə belədir. Ona görə Allah yanında din əslində İslamdır, yəni bir dənədir. Onun bir hissəsi Yahudilikdə, yəni Tövratla, bir hissəsi İncillə, bir hissəsi Həzrət Muhammed əleyhissalamın vasitəsilə olduğu halda İslam dini ilə və sonrası daha da genişlənəcək ki, Allah Mütəala buyurur ki, bütün dinlərə qalib eləyəcəyik. Bu din bütün dinlərə qalib olacaq. Yəni başqa dinlər qüvvədən düşdüyü açıq-aşkar görsənəcək. Dediyim kimi həm Həzrət Məhdi əleyhissalam, həm İsa əleyhissalamdan, yəni nümayəndələrlə görsənəcək, həm də ki bütün elmi məsələlərdən, elmi cəhətlərdən hər bir yerdə onun o əzəməti gündəmə gələcək və dediyim kimi başqa cəhətdən də imam çox da başqa dini nümayəndələrinin belə deyək, rəsmi şəkildə din saxlasınlar, onların məbədləri olsun falan, buna da icazə verməyəcək. Ona görə də bax, həmin din bütün dinlərə qalib olacaq. Bilmirəm nə qədər sizin suallarınıza cavab verəcəklərimiz ki. Çünki həm o ayənin təfsirini 3 istiqamətdə apardınız.
məhdəviyyat dövləti daxil olmaqla həm biz bir şübhəyə cavab verdiniz əslində ki, necə yəni Bəli. yeni din gələcək, həm də bizə hiss elətdirdiniz ki, əslində siz həm də yəni ağıl da qane olur, din imamətlə kamil olurdusa, əlbəttə imamətin yoxluğunda biz dini yaşamırıq, Bəli. kamil yaşaya Bəli. bilmirik. Çox sağ ol, Ustad. Qorxuram ki, desən sizin dediyiniz gerçəkləşəcək. Bəli, mənim ayələrim qalıb hələ. Bizim də suallarımız qalıb. Biz Amma mən elə bilirəm ki, vaxt Bəli. tamam oldu. Deyəsən elə bizim istədiyimiz kimi oldu. Yəqin ki, orada qalar gələn dəfəyə davam eləyək. biz ciddi etirazlarla qarşılaşmasaq. Bəli, amma əgər etiraz olsa ki, bu qədər kifayətdir, yəqin ki, yazarlar. Yazsalar ki, bu qədər kifayətdir, elə bir neçə aya kifayətsə lap yaxşı. Bizə də rahatçılıq, növbəti mövzuya keçərik. Amma əgər yazsalar ki, yox, davamını istəyirik, mən bir neçə dənə də ayə və hədislər hazırlamışdım ki, onları da əziz izləyicilərin nəzərinə çatdıraq. Yaxşı, biz onda həm tələbələrlə danışaq, həm rəylərə baxaq. Ona uyğun şəkildə Bəli, ona bu qərarlaşaq. şəkildə də. Çox sağ olun. Siz Ustad. sağ olun. Çox şey Təşəkkür öyrəndik. edirəm.